Hoş gördük hər birinizi, əziz izləyicilərimiz. Mərhəmətli olan Allahın adına hər birinizi salamlayıram. Bərdə şəhərindən Qızıltac Mebel Satış Mərkəzinin müdürü, bizim dəyərli qardaşımız Emin müəllimin bugün qonağıyıq. Çay içirik. Mən istəyirəm ki, Emin müəllim, mebel salonçuna gədə-gədə sizin fikirlərini görgənək. Bayaq Ləmbaran kənd haqqında, bizim xeyriyyətçilər haqqında, kəndimizə gedən işlər haqqında o qədər gözəl fikirlər bölüşdü ki, mən istədim ki, bu Emin müəllimin fikirlərini çəkilişdən bütün Ləmbaranlara, eləcə də dünyaya işıqlandırım, bütün Ləmbaranlar işsin. Salonda gədə-gədə. Gədik həm də bizim izləyicilərimiz bu salonla bir yaxından tanış olsunlar. Sizin izləyicilərimizi salamlayırıq, hər birisi var olsunlar, Allah razı olsun. Bizlər onlara şəxsən təşəkkür edirik. Bir Bərdə sakini kimi, bir Azərbaycan vətəndaşı kimi. Ona görə ki, sizin kəndinizdə tez-tez oluruq. Oradan bizim müştərilərimiz çoxdur. Kənddə görülən işlər bizləri şəxsən bir qonaq kimi, bir insan kimi çox qane edir. Sizlərə təşəkkür edirik. Kəndin abadlaşmasında böyük rolu olan dəyərli insanların hər birisinə təşəkkür edirik. Var olasınız. Qəbristanlıqda, yollarda, eldə, obada görülən işlər həqiqətən bir vətəndaş kimi bizləri çox ürəyimizi açdı, sevindirdi, fərqlilik oldu. Onun üçün də burada istədim mən bu haqda bir-iki çıxış edeyim. Hər birinə minnətdaram, dəyərli insanların, Allah razı olsun. Az da olsa köməkliyi olan, hər hansı kim varsa Allah ondan razı olsun. Kəndin girişi sanki bir fərqlilik yaratdı bizim üçün. Əvvəllər girirdik ora kəndə, biz tez-tez gəlirik də, müştərilərimiz çoxdur. Yol çox balaca, darısqallıq. Amma indi tamamilə ürəyimiz açıldı. Bir həftə bundan öncə orada keçdiniz, salamlaşdıq. Bəli. Keçdik oradan salamlaşdıq. Yolların qısalığı böyüdülürdü. İnan Allaha ürəyimiz oldu çox bir fərqli bir dağ kimi. Sizə şəxsən minnətdarlığımı bildirirəm. Dəyərli insanlar da var olsun ki, sizlərin hər biri arxanızdadır. Sizlərə dəstək olurlar. Allah razı olsun. Həmişə belə gözəl işlərlə seçiləsiniz. Sizə minnətdaram şəxsən. Biz də sizə təşəkkür edirik. İnşallah işlərinizi Allah xeyir dua versin. Elimizin, abamızın toy məclislərində cehizliyi üçün qismət olsun, insanların rahatçılığı üçün gözəl bir şərait qurmuşsunuz. Allah sizdən razı olsun, Allah xeyirlə də uğurlu eləsin. Və bir neçə dənə fikir qurguladınız ki, bir neçə yerlərə getmişik, darısqal küçələrlə rastlaşmışıq və Ləmbarana gələndə tamam fərqli bir küçələr görürük. İstəyirəm ki, biraz da o mövzulara toxunaq. Bölgələrimizin əksəriyyətində oluruq. İnanın Allaha, dar küçələr, maşın dönə bilmirdi. Kənd yerlərində, bəli, kənd yerlərində çox darısqal küçə, şəhərdə əksəriyyətində heç elə deyil. Onun üçün də sizlərə şəxsən təşəkkür edirəm, var olasınız ki, o təşkil edirsiniz gözəl aksiyanı. Minnətdaram. Təklif eləyərəm ki, bütün bölgələrimizdə o olsun. Hər bir kəndlərimizdə, şəhərlərimizdə olsun. Çox sağ olasınız. Allah sağ olasın. İşinizdə sizə uğurlar arzu edirik. Müəllim, minnətdarıq sizə ki, o işləri təşkil eləmişsiniz. Kanalınıza şəxsən təşəkkür edirəm. Xeyriyyətçi insanlara təşəkkür edirəm ki, sizlərin arxanızdadır, daimi bu işlərə dəstəkdir. Var olasınız. Minnətdarıq sizə, uğurlar olsun inşallah. Allah razı olsun. Elimizin, obamızın toy məclislərində arzumuz odur ki, Ləmbaran kəndində insanları gəlib buradan amin. Həmişə toy olsun. Müştəriləriniz olur. Gözəl günlər olsun. İnşallah yaxınlarda bizim telestudiyamız tikiləcək Ləmbaranda, kanalımızın telestudiyası və telestudiya həmçinin Ləmbaran Kənd Xeyriyyə Cəmiyyətinin baş ofisi mərkəzi olacaq. Eyni zamanda həmin mərkəz Ləmbaran kənddə bir xeyriyyətçilərimizin əl işlərindən olan bu suvenirlərin saxlanılmasında bir muzey kimi olacaq. Həmin vaxtda gəlib bizdə mebel sistemimizi buradan alacaq. Başda bizlər də gəlib qonağımız olarıq, görərik görülən işləri, qayda ürəyimiz sevinər. Təşəkkür edirəm, bütün xeyriyyətçilər adından minnətdaram sizə, uğurlar olsun. Var olun.
Mən BMT İnternet Televiziya və YouTube kanalının təsisçisi və direktoru Baxşeyiş müəllim olaraq eyni zamanda Azərbaycan Qarabağ İdman Təşkilatının rəhbəri 2-ci Dan Qara Kəmər ustası, fədai medal mükafatçısı kimi kanalımla, gücümlə, sağlam ətrafımla Azərbaycanımın, dövlətimin, millətimin, Bərdəmizin, Ləmbaran kəndimizin xidmətində və dəstəyindəyəm. Uzun illər olduğu kimi indi də və indən sonra da xeyriyyətçilərimizin işlərini mükəmməl səviyyədə aparıb, Ləmbaran kəndimizi abadlaşdırıb, dövlətimizin gücünə güc qatıb, vətənimizin, Ləmbaran kəndimizin inkişafı üçün bütün varlığımla xidmət edəcəm. Əziz izləyicilərimiz, kanalımın vasitəsilə vətənimizin, Ləmbaran kəndimizin inkişafına dəstək olanları, xeyriyyətçilərimizi gündəlik olaraq kanalımda və bütün sosial şəbəkələrimdə ictimaiyyətə təqdim edib, bütün dünyaya yayımlayıb, gələcək nəsillərə tanıtdıracağım. Eşq olsun Azərbaycanımıza, eşq olsun dövlətimizə, qəhrəman xalqımıza, eşq olsun Ləmbaran kəndimizə və xeyriyyətçilərimizə, eşq olsun vətənimizə dəstək olanlara. Uca olan Allah tutduğumuz şərəfli yolla hər birimizə yar olsun. Amin. Hörmətlə Azərbaycanımızı, dövlətimizi və sizləri canından çox sevən Baxşeyiş müəllim. BMT TV, Baxşeyiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.